İnşallah qardaşlar, salam aleykum deyirəm. Aleykümselam. Bizim bu söhbətimizi inşallah yazaq. Sonra nə yadımızdan çıxsa, qulaqsarıq, cənə davam edər inşallah. Nə suallarınız vardı, verin. Allahın köməyini cavablandıraq, aradakı ixtilaflar aradan çıxsın. Bir sual. Aha. Həzrəti Əleyhisselamdan istəmək olar nəsə yoxsa yox? Həzrət Əlidən nəsə istəmək olar? Yəni təvəssül eləmək olar mı? Yox, ümumi yəni əldən istəmək olar yoxsa yox? Təvəssül də. Təvəssül də onu deməyin nədir, bilməyin nədir ümumiyyətlə. Təvəssül nədir, biz bilmirik. Əlidən, ya Əli, mən bu işdə kömək yox, bu olar olmaz. Yaxşı. Ümumiyyətlə, o təvəssülü mən izah eləyim. Hə, buyur. Sonra bundan sonra görək, olar yoxsa olmasın. Allah Quran-ı Kərimdə buyurur ki, وَابْتَقُوا إِلَيْهِ وَسِيلَةً Mənə vasitə gətirin. Vasitə qoşun. Düzdür ki, vasitə aradakı səhv deməkdir. Əgər olmazsa eləmək, Allah onda bu ayədə səhv var, ixtilaf var. Bir dəqiqə, mən Allahdan bir baş istəmərəm ki, deyə bilərsən. Amma bir cür insanlar var ki, məsəl üçün, Allah Quran-ı Kərimdə Yaqubun evlatları Yaquba cəhət deyəndə ki, ya əbana ixfir lənə və zunubənə ey atamız, ağaçsa. Yəni, onlar Allahdan istəyə bilərlər, istəyə bilməzlər. Və niyə gəlib Peyğəmbəri vəsilə qoşular? Deməli, vəsilə olar. Yetər ki, vəsiləni müstəqil şəkildə qoymasan ki, bax, bu özüdür bağışlayan. Allah o heç, amma budur bağışlayan. Ya Əli mənə evlat ver, ya Əli mənə şəfa ver, ya Əli mənə nə ver. O demək ki, yəni dua ilə Allah versin. Niyyəti budur, yəni. Sözdə ola bilər, başqa cürsün. Məsələn, biz bu günləri şəfanı verən kimdir? Allahdır. Və həkim yana niyə gedirik? Həkim olmasa Allah verməyəcək şəfanı. Verərəm. Və niyə gedirik həkimə? Həkimə getmək şirkdir? Yox. Şirkdir. Yəni, həkimi Allah yerinə qoysaq, orada da şirk. Mən həkimə övlad istəyirəm, bəyəm. Mən deyirəm ki, mən övlad yox, həkimə övlad yox. Yox, o deyir ki, ya Əli mənə ver. Bildim. Bu günlər məsələn həkimə getsən, məsələn ağrıysan. Hə. Deyirsən, məni sağalt. Ərəb dilində ona deyirlər, mənə şəfa ver. Hə. Sənin şəfa verən Allahın yoxsa həkimindir? Əlbət inşallah. Onda niyə onu şişdir onda? Təbabətlə övlad istəmək, nəsə istəmək gücüsün yaxşı. O təbabət. Yox, ümumiyyətlə evladı verən kimdir? Allahdır. Əlbət inşallah. Düzdür. Kişi olmasa qadın doğar bilməz? Necə? Yox. Doğar bilməz? Allahın əlində, amma belə... Yox, Allahın əlindədir. Demək, qadirdir Allah, yoxsa yox? Allah hər şey. Ben niyə deyir kişi ilə qadın evlənsin? Allahın hikmətidir. Ay, sağ ol. Vəsilə hikmətdir. Öndərləri sən tanıyasan. Allah Quran-ı Kərimdə nə buyurur? Deyir ki, o şəxslər sözlərinə zülm elədilər. Sənin yanına gəlsəydilər, Nisa surəsi 64-cə, sənin yanına gəlsəydilər, sən də istəsəydin, Allahın bağışlayan və mehriban olub bilərdilər. Yəni, Allahın yanında Peyğəmbəri nə qoydu? Vəsilə qoydu. Əgər mən bu günləri Peyğəmbərə cavab deyirəm ki, ya Rasulullah, mənə dua elə, hər hansı bir işimdə fərqi yoxdur. Düzdür ya yox? Burada nə problem var ki? Eynən salamat olanda bən istəməklər. Yox, sağ vaxtda ayrı. İndi onlar ölüb gediblər. Həzrət Əli ölüb gedib, Həzrət Hüseyin də ölüb gedib. Yox, siz bəlkə deyirsiniz ki, olmaz ümumiyyətlə. Yox, olmaz. Yox, biz deyirik ki, olmaz. Yəni biz deyirik sözümüz ki, olmaz. Və biz Quranla isbatlədik ki, olaraq. Yox, siz deyirsiniz ki, yaxşı da Peyğəmbər və yox imamlar sağ vaxt ikən yaxşı deyək, sağ vaxt o var. Bu dəqiqə Həzrət Əleyhisselam yoxdur. Bax, burada yoxdur, mənim yanımda yoxdur. Mən necə deyim ki, Həzrət Allah'ın mənə övlad deyir. Nətər deyim onu? Dünyasını dəyişilib o zaman, da yaxşı. Quran yəni deyilmi ki, yəni ölü diri məsələsi var Quranda? Onlar Allah'ın yanında da bildirir, ruziyir. Yox, onunla işim yoxdur. Diri dilər, nədirlər? Ümumiyyətlə, Quranda elə bir məhkum var ki, diridən istə, ölüdən istəmə. Mən rast yanamış. Ölüdən istəsən problemdir. Ölübdür. Yəni, vacibdir ki, diri olsun. Yəni, mən rast yanamış öyle bir şey. Bilin, sizə deyirlər, izah edirlər. Vəsilə elə hökmdür ki, elə diri olsun. Bəli. Bizim düşüncəmizdən diri olsa yaxşıdır. Yusuf Əleyhisselam atasının köynəyi yolladı. Köynəyi açdı gözünü. Köynəyi açdı. Açdı. Gözü atan kim idi? Allah idi köynəyi. Allah. Və niyə yollayırdı köynəyi? Yaxşı, köynəyi diri olmağını mənə görsədir. Köynək canlı bilmir. Zatən bunu eləyən Allahdır da. Yox, onu deyir. Zatən Allahın rəhməti böyükdür, Peyğəmbərin şəfaəti.
Bax, Peyğəmbər şəfaəti nəyə ehtiyac var? Peyğəmbəri daha da göstərmək istəyir. O şəfaətin özü bir rəhmətdir, daha da ortaya çıxartmaq istəyir. O özü bağışlasın da şəfaət nəyə ehtiyac var? Ya Əli, yəni zaman tanıyın, Əlidir haqq. Zaman tanıyın, bu üstündür. Sən mənim kimi növ olur, səndən məndən də əksərli üstündür. Belə desinlər də, yaxşı deyirsiniz ki, belə vəsilə. Buna dua eləyən şiələr desinlər ki, ya Allah, Əliyə xatır nəsə verir. O vasitə deyil, ona vasitə deməzlər. Ona bir hörmət deyərlər. Məsələn, filan kəs atamın hörmətinə mənə bir köməkdir. O atamın hörməti idi. Bir də mən vasitə ona hansısa bir vasitən götürüm ki, Quranda da bunu görürəm. Mənə bir dənə dəqiq Əli mən eşidir. Əli mən eşidir, mən deyirəm, o eşidir. Mən deyirəm ki, ya Əli deyir. Sən burada sən fırlatmıyaq da bunu vəsilə məsələsi. Ya Əli ver, yəni konkret əldən istəyirəm də bu. Bax, budur ki, əldən istəyirəm. Allah Tövbə surəsi 105-ci ayədə buyurur ki, Fəsərallahu və Rasuluhu və müminina. Sizin bütün əməllərinizi görür Allah, onun Rəsulu və möminlər. Bizə mömin demək olar, yoxsa bir dəqiqə deyəcəm. Bütün əməllərimizi, Allaha diri ölü var. Allah bütün əməllərimizi görür. Allah nəzir görsə o imtiyazı cəzanı Rəsuluna da verir, möminlərə də verirdir. Bizə bu cür mömin demək olar. Mən özüm mömin demirəm. Ümumiyyətlə, mömin kimdir? İman gətirəndir. Bizə mömin demək olar da. Düzü günahımız olsun, falan olsun. Bir dənə mömin var, Allah gördüyü hər şeyi görsün. Var elə mömin? Yox. İmam Sadiq Ələsəm deyir ki, oradakı möminlər bizik, 12 imamıq. Bizim üçün getdin, qaldın, fərqi yoxdur. O dünya ya bu dünya. Biz buradan da görürük hər şeyi. Yox, yaxşı. Mənə bir dəlil gətir ki, bax, mən deyirəm ki, ya Əli, mənə hər hansı bir şey, ya övlad, ya ruz ver. Məsələn. Mən yəni ki, bilmirəm, məni eşidir, yoxsa yox. Mən bilmirəm onu. Mən yəqində deyiləm. Yəni, amma bir yəqinəm ki, Allah məni eşidir. Yox, dedik ki, وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ. Allah yanında ölən diridir. Allah deyir. Bəl əhyəun diridir. Bəli, Ali-İmran 160-dır. Allah deyir diridir də. Fəlsəfə istəyirsiniz, o diriliyin mənasını biləsiniz. Mənası, bilirəm. Allah deyir ki, diridir. Yəni, o dirilərdəndir ki, nə yox olubdur, nə də kənara çəkilibdir. Hər kim Allah yolunda dünyadan gedirsə də, tamam bu dünyanın bütün əhval-ruhiyyə hamısı öz yerində qalıb durur yerdə. Peyğəmbər dəfələrlə qəbirstanlığının bölündən keçəndə ölülərin deyir orada əzab çəkilər, eşitir səslərini. Düzdür yoxsa yox? Və deyir Peyğəmbər Bədir quyusunda öldülər, müşrikləri yığdı bir yerə, dedi indi deyir siz haqqı gördünüz ki mən deyirdim haqqdır. Ölülərə deyir. Yox, səhv salmayın. Ömər yaxınlaşır, səhv salmayın, xahiş edirəm, mənbələrə diqqətli olun. Ömər yaxınlaşır ki, ya Rasulullah bunlar eşidir, deyir ki, bunlar heç sizdən geri qalmırlar eşitmək. Hər şeyi eşidirlər. Deməli, öyle eşidir də. Əhl-i kitab, bizim kitabımızda bu var. Bəli, bizim kitablarda var. Ədəbiyyat kitab, tarix kitablarına baxsınız və hədis kitabına baxsınız, görürsünüz. Yəni, bu günlər biz deyəndə ki, eşidir. Problem nə var şurada? Peyğəmbər dünyadan gedib, eşitmir bizi. Eşidir. Eşidir, eşitmir. Yox, eşidir, eşitmir. Yox, Peyğəmbər eşidir. Sən Peyğəmbərlə imamət eşidir. Ümumiyyətlə də, yəni biz hələ birinci biz bilək ki, ümumiyyətlə. Mənim nəqdən deyib ki, eşidir. Bildim. Birinci ümumiyyətlə biz bilək ki, ümumiyyətlə olubsa bu dünyanın əlaqəsini. Hər namazda bəyəm demirik, Əssəlamu aleykə, əyyuhən nəbi, salam olsun sənə Allahın nəbisi. Eşitmirsə kimlə dövüşürük biz? Mən deyirəm, Peyğəmbər eşidir. Peyğəmbər eşidir. Deməli, olubsa dünya səbəb deyil ki, eşitməyəsən. Kimlərsə gənədə eşidə bilər, düzdürmü? Axı, Peyğəmbərlə imamətlik bir döyüdə yazın ki. Məlumdur, hə. Yəni, Peyğəmbər, mən bilirəm, Rəsulullah, salavatullah məni eşidir. Amma söhbət imamətlikdən gedir. Yəni, imam hər kim Allah yolunda ölsə bəyəm eşitmir, diridir. Şəhid, mən bir özüm şəhid oldum. Düzdür. Deyirlər ki, Allah yolunda ölən şəhid olanlar ölü deməyin. Düzdür. Mən şəhid oldum, getdim. Amma sən məndən nəsə istəyə bilərsə... Niyə istəyəmərəm ki? Mən İslam buna icazə vermir. Niyə vermir ki? Bəyəm iltiması dua bir-birimizə eləyə bilmərik. Sağ vaxt üçün. Quran deyir, bələhyə olun, sağdır. Quran bir sağdır. Sağdır, onu bildik. Başqa sağ nə deyirsə, siz onu deyin. Mən bilmirəm. Mən sizə nə deyirəm də, baxın.
Baxın, siz sağı başa düşmək istəmirsiniz də, fərz eləyək. O sağı siz bana təfsir edin. Onu təfsir edin. Yox, gəl belə deyək də, yox. Mən deyirəm ki, mən sənə... Müşrik eşidə bilir, Həzrət Əli eşidənmir. Bədirdə müşriklər eşidirdi. Öləndən sonra... Eşidirdi də, Bədirdə quyuda. Onlar eşidirlər, Əli eşitmir, ya Fatimə eşitmir, ya Həsən Hüseyin eşitmir. Yox, gəl, indi mən sözümü tanı deyim. Bax, mən deyirəm, Peyğəmbər eşidir. Bunlar hamısı eşidir, bunlar da eşidir. Mənə dəlil deyim. Deyirəm də, bələ əhyən indi Rabbihim yurzaqın. Allah yanında diri deyir, qardaş. Sən gətir ki, eşitmir. Sən gətirməsən, mən yox. Diri söhbət eləmsən, köynən diri olmalı, mənə görsət də Quranda. Allahın əlində. Allahın əldədir. Yox, Allahın əldə deyil. Allahın əldəsə köynəyin inirdi yolursa. Elə özü açdın da. Ata bilməzdir. Deyirsən ki, o bir vasitə idi. Mən vasitəni başa salmaq istəyirəm də, bəli. Mən vasitəni vəsiləni başa salmaq istəyirəm də. Allah Əzrali yollamır can almağa. Özü ala bilmir ki, Əzrali yollayır. Allah Quran'da deyir ki, ölüm zaman tadını sizin canınızı alan Allah'dır. Bax, fikir verin, ölüm zamanından gəlib tatdı, ömrünüzü canınızı alan kimdir? Allah'dır. Başqa deyir ki, Əzrali, başqa deyir mələklərdir. İndi kimdə alın canı? Konkret bilir ki, Allah'dır. Məlumdur ki, əmri verən Allah'dır. Amma Əzralin vəzifəsin oldu, vəsilə oldu Əzralilər ortada. Əzəl vəsilədir can almaq. Yəni, siz şiələrin bizə görə gəlir ki, bunlar... Üç gələn yox, ümum İslam icmasının Quranla götürsə, nə ki məsum, övliyə Allah yanında hörmət yəsidir. Mən gələm deyirəm ki, inşallah bizə doyla filan işimiz yoxdur. Heç bir problem yoxdur. Dili vaxtına bəyəm istəmirdi. Olmazdı. Dili vaxtına bəyəm olmazdı. Dili vaxtına istəyirdik də. Elə. Bir-birimizə demirik, iltiması dua, doyla. Yəni, öləndən sonra gənə deyir, deyir iltiması dua. Nə var ki, var? O nə fərqi var ki, yana? Heç bir fərqi yoxdur. Yəni, bu küfürdür. Heç küfürdür. Quranla ziddir sizin sözünüz. Bizim kitablarımız. Sizin kitablarınız deyil, bəli. Heç bir İslam qəbul eləmir, o dünyada eşitmə. Bizdə dənə Vəhabi firqədir, əhli sələfi. Sələfi salihin siz, bu günlər İslama bidət gətirsiniz ki, dünyanı dəyişən eşitmir. Amma Allah Quran-ı Kərimdə deyir, bəl əhyam diridirlər. Başqa da deyir ki, fəsəl Allah və Rasulü və müminin. Bütün əməllərinizi Allah və Rasulü və müminlər görür. Görür mən bütün əməlimi. Mən bu gün neyləm onu da görür. Çünki ayədə ümumi mənada gəlir. Deyir, nə siz edin, hamısını görür. Bu görürsə də və biz salavat yollamırıq. Sünni şəfəri yoxsa, düzdürmü? Allahümmə sallallahu Muhammed və aleyhi demirik. Əhl-i beytə həmin Əliyə gedir o salavat. Gedir, sünni şeyə fərqi yoxdur, hamıdadır bu salavat. Peyğəmbərin ailəsinə, sallallahu aleyhi, yox, səhv salma. Sallallahu aleyhi və alə alihi və səlləm. Siz deyirsiniz, sizdə kitabda və əlavədir. Bəli, Buxarda Müslə əlavədir. Sizdə, bizdə fərqi yoxdur. Əhl-i beytə siz salavat yollamışsınız, salam demişsiniz, var da bu kitabda. Allahümmə sallallahu Muhammed yoxdur. O adama gedib çatmır. O adam eşidirmi? Qulağı var onun orada, yoxsa yoxdur. Mənasıdırsa biz kimə salam yollayırıq? Dəliyik də onda. Nəuzulillah boş-boş işlərlə məşğul. O da oradan bizə dua eləmir. Dua edir yoxsa yox? Salavat duadır ha. Mən sana dua elədim. Esselamu aleykum dedim. Sən vacibdir mənə və aleykumussalam qaytarasan. Əmən Peyğəmbər və aləsən. Bu günləri əhli beytə cavab qaytar. Mənası budur da. Allah Quranda demir, salam verdiniz, salamı qaytarın. Vacibdir qaytarmaq. Deyir demir. Bəli, deyir demir. Mən bu gün salam deyirəm, qaytarmır. O salamın özü duadır. Ayşə deyir, aleykumussalam, Allahın salamı olsun və rəhmətullah, rəhməti və bərəkatı. Yaxşı, gəl belə danışaq. Sizin rəhbəri heyəti, məsələ. Deyir ki, məsələn, deyək, sahabələri təhqir edirlər, söyürlər. Bəli. Yəni, o nə dərəcə düzgündür ki, sahabələri söyürlər? Niyə Əbu Bəkir kafir lənət oxuyurlar? Halbuki Peyğəmbərin yanında sahabə olubdur. Peyğəmbər nə yaxşı oldu? Hər şübhəsinin başı olaraq tuturardı. Qızalardılar. Hər nə oldu? Dəfələrəcə bizim dəhrüsün də kitablarına əzizlər ki, Peyğəmbərlə onun münasibəti mehriban oldu. Yəni, bunu dalmaq lazımdır. Bizim kitablar bunu deyir. Yəni, sizin bəzi qardaşlarımız heç bir şey kəhd onlara düşməsində, bəsillər, kinlə bəsillər, hətta lənət oxuyanlar var aralarında.
nəyə əsasən səhabəyə lənət? Səhabə bilir ki, Peyğəmbərin səhabəsidir. Və bizim də hər bir Peyğəmbərin önündə olan səhabədir. Peyğəmbərin zamanında yaxşı, Peyğəmbərin göl qütbəsini eşidir, Peyğəmbərin alını ayə eşidir. Bizim əqədəmizdə hər bir səhabədir. Və Allah nə deyir ki, Zəlikə münafiqunə qalu innəkə lə Rasulullah. Sən deyirlər, sən Peyğəmbərsən. Allah Quran-Kərimdə Münafiqun surəsinin əvvəlində Allah deyir ki, innəl münafiqunə lə yəkəzibun. Münafiqlər yalancıdırlar. O şəhadət verənlər müşriklərin içindədir, yox sahabələrin içindədir. Şəhadət verənlər. Şəhadət. İnnəkə lə Rasulullah. Nəşhədu innəkə lə Rasulullah. Şəhadət versən. Yox, bir üzr istəyəndə üzr istəyəndə. O şəhadət verən sahabənin içindədir, müşriklərin içindədir. Allah deyir, yalancıdırlar. Nə deyirsən? Münafiqdirlər. Sən nə deyirsən buna? Tövbə surəsində Allah şübhəsiz bəzilərin deyir münafiqdir. Ayənin tərcüməsi olmadı. Ayət, hə. Tərcüməsi olmadı. Yaxşı. Əgər ispat olunsa bir adam münafiqdir, ona lənət demək olmaz. Münafiq əlbəttə lənət düşür. Lənət düşür. Baxın, Allah Tövbə surəsinin Quran ayəsinə gəlsin. Ərafdan sonra tövbə gəlir də. Dəmi? Ənfal gəlir. Allah deməli Tövbə surəsinin 68-ci ayəsi. 68. Ürüsüm, ayağını qoy yerini tapın. Ama absurd söhbət. Səhabiyyə biləcəkdir, absurdda yoxdur. Əvvəlkilər, bütün dünya bağır. Münafiqunə və münafiqat. Münafiq kişilər və münafiq qadınlar. Bəzuhum min bəzi. Onlardan bəzilər olanlar yevminə bil münkəri və yan məsəf oxudum ayəndə, yox. Vədallahu və lənəllahu innə münafiqinə huvəl fasiqin. Fənsəfəm məsəf oxudum ayəndə, bu ayədir. Bizə də yox, bu 68-ci qıl. Bizə tapıram. İstəyirəm. Ədalətini. Özünüz dəfələrlə şahid olmuşsunuz. Vədallahu münafiqinə və münafiqat və kuffərnə və cəhənnəmə xalidinə fiyhə həsbuhu və lənəhumullah və ləhum əzəbun əlim. Əzəbin muqim. Allahın bəələsi budur. Münafiq kişi və münafiq qadınlar hansılar ki, küfr edirlər, cəhənnəmə girərlər, xalidinə fiyhə həsbuha, onları o əbədi olaraq bəsdir. Və lənəhumullah, Allahın lənəti olsun onlara. İspat olsa bir adamın münafiqi. Səhabə münafiqdir. Dedik ki, Peyğəmbərə gəlib şəhadət verirlər. Şəhadət sahabənin içindədir. Gəlin. Bu birinci bu məhfum başa düşək. Siz hamısı yaxşı deyirsiniz axı. Sizin əqidənizdə budur ki, hər bir sahabə göydəki olan deyir, ulduzlu arxasında getsə nizzət edir. Allah da deyir ki, hər bölümdə olan yaxşıdır, münafiqdir içində olanlar. Düzdür yoxsa yox? Münafiqi biz Quran məhfumundan başa düşdük. Kimdir münafiq? Deyir, onlar əbədi cəhənnəmə girirlər və Allahın lənəti var onlara. Düzdür yoxsa yox? Kiməsə demək sahabə lənət demək olar da, düzdür? Düzdür münafiqdir, ispat olunur. Düzdürmü? İndi gəlin görək kim idi münafiq? Gəlin görək münafiq. Quran və sünnə ilə, tarixlə görək, kimi idi görək münafiq? Allahın Rəsul Peyğəmbəri sallallahu aleyhi və səlləm ümuməli nə deyir? Deyir, əlini yalnız mömin sevər və yalnız münafiq ona qarşı çıxar. Ayşə Əliyə qarşı çıxdı yoxsa yox? Çıxdı. Cəməl döyüşündə. Hə, çıxdı. Münafiqdir yoxsa yox? Münafiqdirsə lənət düşür yoxsa yox? Hə, Sünən kimdir? Münafiq. Yox, mən deyirəm, sən hökm ver. Peyğəmbərin xanımına münafiq demək, Peyğəmbər özündür. Peyğəmbərin xanımı yəni yaxşı deməkdir və qutardı, hökm verilmiş yaxşı. Yox, Peyğəmbərə deyirsiniz ki, Peyğəmbərə zülm edir, Allaha zülm edir. Peyğəmbərin xanımına münafiq deyirsiniz, Peyğəmbər eşidir. Bəli. Peyğəmbərə zülmdür, Allaha da zülmdür. Yəni, bunu nə fərq bilər o? Yox, mən deyirəm ki, əlini Peyğəmbər nə dedi? Sevmək imandandır, qarşısı münafiqlikdir.
Var bu hədis. Sünan Tirmizi xeyr səhv salmazdı. Bizim müəllimimizə. Bəli, Sünan Tirmizi. Tirmizi kitabı var. Tirmizi kitabındadır. Münafiqdir Əliyə qarşı çıxan. Baxarım. İsbat olunsa Ayşə qarşı çıxıbdır. Təlhə Zübeyir çıxıbdır. Münafiqdir yoxsa yox? İspat olunsa, ha, münafiq. Allah münafiqə nə deyir? Lənət deyir. Əbədi cəhənnəmə gedir. Qurtardı da burada. Başqa söz yoxdur ki. Biz baxarıq Tirmizi kitabına. Yaxşı, Allahın Rəsulü İmam Əlini imam təyin elədi özündən sonra yoxsa yox? Yox, siz biz yoxdur. Mən kumtu mövla, fəaliyyəm mövla. Bunu tərcümə edə. Mən kimi rəhbəriyəm? Mən kimi rəhbəriyəm? Ali da rəhbər. Mövla o da dostdur. Yaxşı, hədisin əvvəlini deyir ki, Ənə ələşdir bir oğla ənfusakum. Mən sizə öz canınızdan üstün deyiləmmi? Hamı dedi, bəli. Bunu deyəndən sonra Peyğəmbər dedi, mən kumtu mövla, fəhazə aliyyəm mövla. Mənim şəhərləşəti qəbul edir. Qəbulkum səndən yoxdur ki, hamıda var. Bütün sünniş var, hətta sizdə gətirdiyi hədisdə bizdən sonra. Mən yoldaş mənası biləm onu. Mən deyirəm də, hədisin əvvəlinə bax. Ələşdir bir oğla ənfusakum. Mən sizin özünüzdən üstün deyirəmmi? Peyğəmbər deyir, yox? Hədisin əvvəli də bu. Yəni, hədis elə, Qadirxum elə onunla başlamış. Xutbə deyilir, axırda bir dənə söz deyilir. Düzdür yoxsa yox? Ənə aləşdir bir oğla ənfusakum. Mən sizin özünüzdən üstün deyirəmmi? Amma deyir, bəli, izədə ver. Deyir, bəli dedi, dalınca nə deyir? Mən kumtu mövla, mən kimə üstünəm, yəni rəhbərəm, fəhaz əliyyim mövla, o da ona üstündür. Bunu əgər qəbul edib, Əliyə qarşı çıxan kafirdir, kafirdir. Yox, orada Peyğəmbərimiz sallallahu dedi ki, mən dünyamı dəyişəcəm, məndən sonra sizə rəhbər Əliyə qoyuram. Dedi də, deyir, mən. Yox, o dedi, mən amma demir ki, mən dünyamı dəyişirəm. Peyğəmbər sallallahu dünyasını dəyişəndə, qədismi qoyaq, yaxşı qəbul edik, hamı qəbul edir. Peyğəmbər sallallahu dünyasını dəyişəndə, Həzrət Əlini qoydu öz yerinə həmin anda. Bu bilməzdir. Bizim əqidəmizdə Əbubəkir seçildi, damat seçdi, Allah seçildi, damat da yox. Hər rəhbər seçən Allahdır. Necə qoşma? Hər rəhbər seçən Allahdır. Allah'ın ixtiyarına Əbubəkir gəldi oldu. Onda Musa niyə Firona qarşı çıxırdı, rəhbər idi? Xanım dedi ki, Musa Peyğəmbər rəhbəri Allah seçmir zəndəsin iradəsindən. Onda rəsqəl orada bunu Firon edib, bunda da bunu Peyğəmbər edib, o ziddir, Allahın Peyğəmbər Hamı dedi ki, Firon kimdir? Hamı dedi ki, Əbubəkir kimdir? Yox, sən denən görüm Allah iradə edib, yoxsa özü gəlibdir? Firon? Əbubəkir özü gəldi, yoxsa Allahın iradəsi idi? Amma deyəm Allahın iradəsi. Onda niyə Firona qarşı Musaya deyir ki, getdik ona qarşı? Çünki Firon özü gəlib hakimiyyətə. Deməli, hər hakimiyyətə gələn Allahın iradəsinidir. Qəbul edim bunu. Yaxşı. Başqa söz nədir? Peyğəmbər Falyanzu Aşirat Qaqrabin Şura Surəsi 214-də deyir ki, və yaxın qohumlarını qorxuz salə ilə. Peyğəmbər bütün qohumlarını yıxdı. Dedi ki, mən Allahın Rəsuluyam, elçiyəm və sizi gəlmişəm cənnət cəhənnəm haqqındaşam. Kim bu işlə mənə köməkçi olsa, mənim danışım, vəzirim sizin aranızda mənim xəlifəmdir, məndən sonra. Bu, Əhl-i-Sünnə, Tarix-i Təbəri, Tarix İbn Kəsir, Tarix Masudi, Tarix Yaqubi, artırsınız, qəşəh baxırsınız. Öz kitablarınızda 3 dəfə İmam Əli qalxdı, dedi mənəm. Və Peyğəmbər dedi ki, sizin aranızda mənim danışım, vəzirim, bax budur. Başqa? Yox, sən bilmirsən, bilsəm elə deməzdin. Mən bir dənə deyəm. Sən, Peyğəmbər Həzrət Əli deyib ki, bütün kişilərinizi, bütün canınızı mübahilədə deyib çağırdı, elə. Kimi çağırdı orada? Niyə çağırmırdı Əbu Bəkiri? Niyə çağırmırdı Öməri? Niyə çağırmırdı Osmanı? Niyə can deyəndə Həzrət Əlini çağırdı? Öyle üstündür də onlarla. Üstün, əgər Əbu Bəkir üstün olsaydı, Peyğəmbərə vacib olar. Çünki Peyğəmbərdən əxlaqlı insan yoxdur ki, onu gətirməliyik. Bir üstün budur. Peyğəmbər bəyəm demədi, Əli, sənlə mənim nisbətim Musa ilə Harun nisbəti deyək demişdir. Bir dənə hədis gətirin ki, Peyğəmbər nisbəti Əbu Bəkir ya Ömərə ya Osmana verildi. Yaxşı. Peyğəmbərdən sonra Peyğəmbər yoxdur, amma Peyğəmbər nə deyir? Deyir, Əl-Xulafə min bədi İsnəşər. Məndən sonra xəlifə, rəhbər, imam 12 nəfərdir. Kimdir 12 nəfər? Yox, bizdə də var bu. Mənə öz kitabımızda sən. Kim 12 nəfər kimdir, yaxşı? Sizin əqidənizdə 12 biz yox, biz. Yox, 12 var. Kimdir, hə, kimdir, hə.
Məlum məsələdir, məlum. Onun üçün imam olmalı. Bu günlərə gəl Allah 12 dənə imam qoyur. Əbu Bəkr ona qarşı çıxır. Siz bunun nəyin tərəfini saxlayırsınız ki? Əbu Bəkrin dövründə İmam Sadiq və yaxud da oruçlar yox idi. İmam Sadiq yox, İmam Ali var idi yoxsa yox? Var idi. Allah Quran-Kərimdə Nisa surəsinin 59-da deyir: "Ati Allah və Rasuluhu və ulul əmri minkum." Üz üstəndə. Ati Allah və atir Rasul və ulul əmri minkum. İtaət edin Allaha, onun Rasuluna və öz anınızı əmr sahibinə. Peyğəmbərin zamanında bu ayə vardı yoxsa yox? Peyğəmbərin zamanında var. Peyğəmbər ulul əmri minkum necə təfsir edir siz deyin? Öz anındakı əmr sahibi. Peyğəmbər bir də gedəcəkdir. Ondan sonra əmr sahiblər olacaqdır. Heç kimi qoymadı, getdi də siz onu deməksiniz. Nəuzubillah, bu adam axmaqdır, başı işləmir də. Ayaq yolundakı sağ əllə yuma, sol əllə yu, incə bir məsələn deyir, əmr sahibi məsələsini açıqlamır. Yaxşı, niyə ayaq yolu üstündür, yoxsa əmr sahibi? Əmr sahibini açıqlamadı, elə bir deyib çıxdı, getdi. İxtilaf qoydu. Peyğəmbər demiş 73 firqəyə bölünəcək. Hansıdır? İlla firqatun vahidədir. Bir dənə firqə tanıtacaq. Qalam sizə həlimi deyəcəkdir. Demir kimi danca getsinlər. Baş-başına qoydu ümməti. Budur məsələ. Elə bir Peyğəmbərin ziyarəti olubdur, harasa gedəndə getdiyi yeri boş qoysun. Bir dənə nümayəndə qoymasın. Tariflərdə yox. Mütləq qoyub da, əbədiyyətə indi gedir. Heç kim qoymadı. Əvvəla siz deyirsiniz, qoymadı. 1000 dənə dəlil var ki, qoyunətə qoymuşdur. Allah Maidə surəsində deyir ki, həqiqətən də sizə rəhbəriniz Allahdır, o Rasulü və ruku halında zəkat verən. Ruku halında zəkat verən Maidə surəsi 55-də Fəxri Razi deyir, İbn-i Kəsir də deyir, o birisi Əsbab-ül Nuzul da deyir. Bütün hədislərinizə baxırıq ki, Həzrət Əli rukuda ikən zəkat verdi. Peyğəmbər Allah nə dedi ona? Rəhbər dedi, demədi. Daima kimdən sonra dedi? Peyğəmbərdən sonra dedi də. İndi Peyğəmbərdən sonra biz deyirik, Əliddir də. Siz bir dənə dəlil gətirin ki, Əbu Bəkr haqqında elə bir ayə gəlir. Ya bir dənə Ömər haqqında gəlir, ya bir dənə Osman haqqında gəlir. Görmürük biz. Yaxşı, Şura seçdi Əbu Bəkri. Ömər kim seçdi bu? Əbu Bəkr seçdi. Özündən sonra xəlifə oldu. Deyirsiniz, Şura seçməli idi. Niyə Şura gəlib Öməri seçməli? Əbu Bəkr seçdi. Hər halda zamanı razılıq oldu. Zamanı razılıq oldu, şəxsən tək seçdi. Zamanı razılıq oldu, onda tarix yazsın ki, Peyğəmbər sallallahu özündən Həzrət Əli oğlu elan edə bilir, Əbu Bəkr. Peyğəmbər Əlini Allahın əmri ilə edibdir. Sən Əbu Bəkrlə Peyğəmbəri təfsirmə. Biz Quran ayəti və hədislərlə görürük ki, qadıqunla, mənzilətlə elə yaxın oxundan qorxur. Bu hədislərlə və Quran ayələrindən, məsələn, İtayət ayəsindən, Nisa 59, Rukuda zəkat, Maidə 55 və yaxud da ki, deyir ki, Əl-yevmə nədikullu nəsbi imamihim, hər kəs imamla çağıracaq istirah etmiş bir də. Peyğəmbərdən sonra imam kim idi? Yox, indi bu cürsün imamın kimdir? Söhbət, mən deyirdim, sual tamam uzaqlaşdıq. Mən deyirəm ki, niyə lənət oxunur? Və yaxud da siz deyirsiniz ki, Peyğəmbərin qızı Ömər deyirsiniz də, öldürdü. Düzdür? Nəyə əsas? Məcməz Zəvahid. Yəni bu qədər Ömərin gözündə kafirdir ki, Peyğəmbərin qızını öldürür. Problem nədir burada? Elə bilməzdir. Yəni bu qədər bütün gözündə kafirdir. Yox, biləm mən sizə dedim də. Məcməz Zəvahid Məsudi, tarixə gedin, baxın, görün orada xanım Zəhri nə cür dünyasında yaşayır. Şəhristani, İmamı və Siyasət, gedin, baxın, orada görün yazır. İbn-i Quteybə, tarix, gedin, açın, görün orada xanım Zəhran həyatı, sonu nə cür oldu. Nəhcül Bəlağanın şərhi, İbn Abdülhədid, gedin, açın, görün xanım Zəhranın həyatı. Siz öz tarixinizdə xəbəriniz yoxdur, otur Hərəm Ömərdən danışdınız. Ömər hansı Ömərdir ki, bəyəm siğəni haram edən Ömər döydü? Bəyəm həmin Ömər döyüşü deyil, Quranda falan ayə vardı, kitab falanla yığılanda həmin ayəni görmədim. Bu adam iş Quranın özünə inanmır. Bəyəm həmin Ömər... Sünən-i Tirmizi Rəzm ayəsi haqqında gedin baxın, baba. Görün orada Ömər nədir? Deyir, Rəzm ayəsi var idi, Peyğəmbər deyilədi, Əbu Bəkr deyilədi, kitab falanla yığılanda... Bəli, Sünən-i Tirmizi deyir ki, Sahih Buxari Müslim deyir ki, Peyğəmbər deyir ki, gətirin son vəsiyyətim yazın, Ömər deyir, Peyğəmbər səhəxləyir. Buna nə deyirsiniz? İnsandır, indi olacaq ki. Yox, o mənədə deyilir ki. O mənədə deyilir. Nətər? Xəstə vaxtda indi bir insan... Səhəxləyir. Səhəxləyir deyir, deməyibdir. Yəni xəstəlikdə. O xəstəmə. O, siz niyə görürsünüz ki, indi Peyğəmbərə səhəxləyir deyir? Orada söz, hədisi səhəxləyir var axı.
Xəstəlik mənası. Yox, səhvlənsin. Yəni burada yəni o söhbətin yeri dölü, lazım dölü Peyğəmbər. Peyğəmbər əmr eləyir ki, oradan kağızla qələm gətirin, sizi yol azmayasınız bir şey. Deyir ki, gətirməyin, Quran aramızda bəsdir. Peyğəmbər səhvləyir. Peyğəmbər səhvləyir, səhvlə bilər Peyğəmbər. Bəsdir sənə Quran. Onu sünnən hardan götürsən onda? Quran səhbəsdir. 2 rükət namazı görsədir mağazına. Yox, siz deyəndir. Namazda şək elə, 3-dən 4-dən, onunla Qurandan görsədim. Görsədən mi yaşsınız axı? Özünüz niyə bəliyə salsınız? Ömərin niyə təqlid edirsiniz ki, Ömər? Ömər nə deyirsin? Yox, eləyənməz. Və mə yəntiqu anil hava və mə yəntiqu anil hava. Özündən heç nə demir o. Nə deyirsə, illə vəhyin yuha. Ona nə vəhy olursa onu deyir. Peyğəmbər nə səhəxlər, nə öz başına söz danışar, nə də bir şey deyər. Əgər ispat olunsa ki, əldə tarih təyin olsa, ona qarşı çıxır. Lənət düşür ona yoxsa yox. Kafir deyil yoxsa yox. Necə? İspat olunsa ki, imam təyin olub Allah tərəfindən. Mən qəbul eləmirəm, qarşı çıxıram. Kafirim yoxsa yox. Kafir. Peyğəmbər nə deyir? Deyir ki, zamanın imamını qəbul eləmir. Dünyadan gedən dinsiz dünyadır, cəhalətidir. Elə. Bunu hansı hədislədir? Səhih Buxari, Səhih Müslim, bir də Müsnəd Əhməd ibn Həmbəl. Bax, bu hədis orada var. Zamanənin imamını qəbul edən dünyadan getsə, küfr halında, dinsiz gedibdir. Bu günləri mən deyirəm ki, əlini Peyğəmbər Allahın dediyindən qoyubdur. Əbu Bəkir, Ömər, fərqi yoxdur, kim olursa olsun, hətta mən özüm olum. Qəbul eləmirəm, ona qarşı çıxıram, mən kafirəm, münafiqəm, Allah da münafiqi lənətdir, yerim də haradır? Əbədi cəhənnəmdir. Qutadı getdi də. İnşallah dərsimiz İnşallah davam edir. Sən deyən kitablar, hamısını gedin yığın. Hamısını gedin, verdiyiniz məsələ. Bax, sən nə dedim, gedin öz alimlərinizə deyin, rəhmədimizi sizə cavab versin ki, nə cür ola bilir ki, siz sahabələri tərifləyirsiniz, amma sahabələrin biz Peyğəmbərdən sonra Həzrətləri ilə müharibə elədiyini görürük. Cəməl döyüşü, Siffin, Nəhrəvan. Bu döyüşləri, sən buradan bura deyirsən ki, Muaviyə də yaxşıdır, Əli də yaxşıdır. Mən amma görürəm, qılınç sizə bir-birinə çəkib öldürürlər. Sənin sözündə düz gəlmədi axı, əmələ gəlmədi. Sən Əliyə qarşı çıxarsan, Əliyə qarşı çıxarsan, çıxarsan Əliyə qarşı yoxsa yox. Ayşə ağıllıydı yoxsa sən? Təlhə ağıllıydı yoxsa sən? Təhəbə çıxdı, imkanı olmadı öldürməyə. İmam Hüseyni görsən, imkanı oldu, öldürdülər. Əlinin imkanı olmadı öldürməyə. Əmmar Yasir gördün, öldürdülər. Əmmar Yasir böyük sahabədir yoxsa yox? Siffin də ölmədi Əmmar Yasir. Peyğəmbər nə dedi? Sən zalim qövmlərini öləcəksən. İmkanları oldu, öldürdülər. Kim öldürdü? Muaviyyənin qoşunu öldürdü. İndi Muaviyyə sənətə deyirsən, Allah ona razı olsun. Peyğəmbər deyir, o qövm zalimdir, sənətə deyirsən zalim. Sən sünnəyə qarşı çıxsan, Peyğəmbərə açıq-aşıq qarşı çıxsan. Hər kim Peyğəmbərə qarşı çıxsa, dini də yoxdur, imanı da yoxdur. Yalandan aldanmayın da, baxın gök nə deyirsiniz. İndi bu mən sizə nə dedim, gedin öz alimlərdə, uləməyə deyil, inşallah cavab olsun deyilsin. İnşallah.